mədəniyyətçi Romalılar qədim Roma tərzinə dönməyi müdafiə edirlər. Yəni onların fikrinə görə göstəriş, bu təmtəraq yoxsulları qıcıqlandıra, qışqırta bilərdilər. Belə müdafiə edirlər fikirlərini. Hətta zənginlərin o lüks zövqlərini məhdudlaşdırma üçün müsriflik qanunları çıxarıldı. Bu çox sayda qanunun bunun zaten bu qanunlara zaten uyulmadığını, diqqətə alınmadığını göstərir. Miladdan öncə 161-ci ildə çıxarılan bir qanun ayın hər günü yeyəcəyə və içəcəyə və əyləncəyə qədər xərclənə biləcəyini, nəyin nə qədər nə xərc oluna biləcəyini müəyyən edirdi, xərcləri. Sonrakı qanun toy və yas məclislərindəki törənlər üçün xüsusi qanunlar müəyyən edirdi. Hətta ətlərin ikram olunmasını, hətta bəzi ətlərin ikramı tamamilə qadağa idi. Bəzi qanunlar erkəklərin kişilərin ipək geyim geyməməsini deyirdi hətta. Və qızıl vazoları ancaq dini törənlərdə istifadə edin deyirdi. Və hətta qanunlara riayət edib edilmədiyini kontrol edə bilmək üçün də deməli edilə bilsin deyə yemək otaqlarının çölə baxan pəncərələrinin olmağı əmr edildi. Yuli Sezar zamanında müfəttişlər qadağan olan yeyəcəklərə əl qoymaq üzrə arada bir bazarları dolaşırdı və ziyafətlərə basqın edirdilər.